Selamünaleyküm, her vaxtınız xeyir gözəl insanlar. Yenə yaz gəldi. Bax, ağac görsünüz nə boyutda olub. Bu 3-cü ildir. Hər ildə mən eyni qaydada bu ağacı göstərdim. Heç bir kimyəvi gübrələrdən istifadə olunmayıbdır. Gözü burada xırda meyvələr var. İndi nə edəcəyik? Göz qabağında bax görürsünüz. Bax burada torpaqdan götürdük. Burada qeyri-adi bir şey yoxdur. Kimlərsə ki gübrə satır, biz gübrə satmırıq. Biz gübrə satanların əleyhinəyik. Çünki gübrə satmaq düzgün sayılmır. Bax görürsünüz, dibinə dəmir də qoymuşam. Görürsünüz, dəmir buradaydı. Yenə də bax burada saxlayıram dəmiri. Çünki ağacın dəmirə ehtiyacı var. Bax görürsünüz, bax burada da buna bax. Taxta, tuta, dəmir, hər şey doldurmuşam. Bax görürsünüz, bunu üzündən götürdük bu formada. Burada qeyri-adi bir şey yoxdur. Gedib o gübrə satanlara inanmayın. Onlar ağacı güya ki gübrə ilə əmələ gətirirlər. Xeyr, yalan bir fikirdir. Ağacı ən gözəl, qəşəng bir torpaqla əmələ gətirirlər. Görürsünüz. Bu prosesi axıra qədər izləyin. Heç kim ziyan tapmaz. Kimlər ki gəlir bu ağacı yerində burada da görürlər. Hələ meyvəsindən aparam. Meyvə maşallah çox idi. Bu illəri ondan da yaxşı olacaqdır. Görürsünüz, bu torpaqla bu torpağın gör nə qədər fərqi var. Bu üstündən çıxan torpaqdır. Bu yeni torpaq. Bu özünü itirmiş torpaqdır. Bu formada torpaqlardır. Sonra keçdik bunun burada yanında deşikləri var. Deşiklərini açırıq ki havalanma prosesi geçsin. Bu şeyləri eləsəz gedib o gübrə satanlara inanmayın. Onlar 1000 dənə oqqadan çıxırlar gübrə satmaqdan ötürü. Və gəldik bura qayçılamağa. Bu meyvələrin burada ki tarmış meyvələr var. Kopartmışıq onları, yemişik. Bax bir yarpaq, bax buradan bir yarpaq bütün hamısını elədi. Bir yarpaq belə təmizlədir. Burada qeyri-adi bir şey yoxdur. Çox qoyduz yenə də ən azından yenə kefini istəyən yerə yox. Bunları təmizləməyi sürə eləyəcəm. Qoyduz yenə də kefini istəyən yerə yox. Burada ən azından 280 dərəcə günəş şüası düşür. Bunu da görənlər həmişə görür ki, bu ağac elə illərlə də buradadır. Hələ ki qabını dəyişməyə ehtiyac yoxdur. Maşallah hələ ki yaxşıdır, hələ yola verir. Bir ildə çəksə, biz bunun qabını dəyişib, bir ölçüdə dəyişəcək. Burada da qeyri-adi bir şey yoxdur. Görürsünüz, meyvələr, hələ bax bu meyvələr payızdan çiçək açanlardır. Bu meyvələr də düz yayda yetişəcəkdir, hazır olacaq. Meyvə də təmiz aroması yerində olur. Əgər istəyirsiniz ki, normal meyvə yetişdirsiniz, qorxmayın, çəkinməyin. Torpağını vaxtında dəyişin, dibinə dəmirdən istifadə edin. Bir də deşikləri havalanması olsun. Əsas məsələ də günəş şüasıdır. Bunlar olandan sonra sizin dərmana gübrəyə ehtiyacınız olmayacaq.